Tamam. Ee, Aysu xanım, öyrənmisiniz dərsi? Qiymətləndirməni, bəli. O birisini yox, yəni. O birisini yox, baxmamışam, vaxtım olmayıb. Tamam. Deyirəm ki, şagirdin nailiyyət səviyyəsini ölçür hansı qiymətləndirmədir? Gündəlik formativ. Nailiyyət səviyyəsini ölçən? Gündəlik ölçmür, formativ. Yox. Summativdir. Formativ Axır. gündəlik ölçür, amma necə ölçür? Mənimsəmə səviyyəsini ölçür. Nailiyyət səviyyəsini ölçən summativdir. Summativ. Bəli. Deyirəm şagirdi, belə deyək də, izləyir, inkişaf etdirir, irəliyə doğru aparır. Hansı qiymətləndirmədir? Bu formativdir. Bəli, bu formativdir. Kiçik summativ qiymətləndirmə neçənci sinifdən olur? 2-ci sinifdən. Əla, bəs böyük summativ? Böyük 4-də olur da. Bəli, böyük summativ 4-dən başlayır. Düzdür, tamam. Deməli, böyük summativdə bütün fənlər üzrə neçənci sinifdən olur? 9-dan 11-də. Bizdə 11-də bütün 4 fənlər. hesab. Bəli. Buraxılış siniflərində, yəni bütün fənlər üzrə olur. Düzdür. Elgin Mehdiyev, dərsə hazırsınız? Bəli, müəllim. Keçən dəfə girdiniz, çıxdınız. Nə məsələ idi? Gördüm yəni girdiyinizi. Müəllim, biraz işim çıxdı, sonra qaydasıydım da, vaxt olmadı qayıtmağa. Anladım. Bəli. Deməli, adaptiv yanaşma nədir? Müəllim, adaptiv yanaşma odur ki, şagirdi, müəllim, elə bir ki, şagird yönümlü, şagird mərkəzli bir yanaşmadır, müəllim bu. Burada müəllim, şagirdin özünün potensialı nəzərə alınır, yəni onun potensialına uyğun elə bir ki, adaptasiya olunur da, yəni təlimə, təhsilə. Öyrənmisiniz dərsi? Bəli, müəllim, oxumuşam. Oxumusunuz. Refleksiv yanaşma nədir? Refleksiv yanaşma. Bir dəqiqə, mən sıralarını qarışdırdım, müəllim, o sırayla oxumuşdum. Yaxşı, belə deyim, nə oxumusunuz onu danışın. Müəllim, ikisini də oxumuşam, yəni mövzuların ikisini də oxumuşam, təkrarlamışam. Tamam. Yox, sıranı qarışdırdım dediniz, ona görə deyirəm, hardan rahatdır oradan danışın. Müəllim, vallahi hamısı eynidir mənim üçün. Yəni müəllim, bundan da sual verə bilərsiniz, qiymətləndirmədən də fərqi yoxdur. Sadəcə burada bunların adlarını biraz qarışdırdım. Yəni belə deyim Yəni də. müəllim, burada belə deyək də, şagird adaptiv yanaşma mərkəzində müəllim şagird durur da, yəni ki, şagird mərkəzli bir yanaşma deyil ki. Bəli, düzdür. Zaten hamısı şagird mərkəzlidir. Amma Müəllim, belə deyək də, yəni bir var ki, ümumi prinsiplər nəzərə alınır, bir də var fərdi yanaşma var da, burada hər şagirdə ayrı-ayrı elə bir fərdi yanaşılır. Bəli, düzdür, doğrudur. Hər şagirdə fərdi yanaşılır. Burada bir növ biz nəyə görürük? Diferensial təlimi. Bəli. Yaxşı, indi refleksiv yanaşma nə oldu? Refleksiv yanaşma müəllim, refleksiv qiymətləndirməyə aid olan deyildi. Kim kimi qiymətləndirir? Refleksiya müəllim, şagirdin özünü qiymətləndirməsidir da. Refleksiya düzdür, bəs refleksiv? Refleksiv. Bəli. Müəllim özünə. Refleksiv yox idi orada. Konstruktiv yanaşma var idi da, refleksiv hansı idi? Elə o da dərsin içində idi. Orada siz necə idi? Bu dəfə müəllim özünü qiymətləndirir. Yəni belə deyək də, öz fəaliyyətini, dərsimi necə keçdim, bugünkü dərsimin sonunda uşaqlarda öyrənmə necə baş verdi, nə qədər baş verdi.
Zəif oldumu? Əgər zəif oldusa, deməli sabah daha yaxşı performans göstərməliyəm, belə Loro dildən desək. Başa düşdüm müəllim. Amma müəllim elə bir şey yadıma gəlmir axı. Hmm. Tamam, yaxşı. Qiymətləndirmədən sual verim sizə. Bəli. Deyirəm ki, müəllim şagirdə differensial yanaşmaq istəyir. Differensial yanaşmaq üçün də şagirdin bu gücü, zəif tərəflərini bilməlidir və sair və ilaxır. Bu üçün hansı qiymətləndirməni keçirməlidir? Diaqnostik qiymətləndirmə. Ay, sağ ol, əla. Fatimə xanım. Fatimə Məlikzadə. Flora xanım. Hər vaxtınız xeyir müəllim. Salam Flora xanım. Diaqnostik qiymətləndirmə nə zaman keçirilir? Hansı zamanlarda? Necə? Dərsin adətən əvvəlində və yaxud da Aha, yəni tədris ilinin əvvəlində keçirilir. Bəli. Adətən dərsin əvvəlində keçirilir. Yoxlanış edirik ki, bizim şagirdlərimizin bilikləri nə yerdədir, yəni hansı mövzularda güclü yanları var, harda zəif yanları var və gələn dərsi də ona uyğun şəkildə formalaşdırıb dərsimizi hazırlayırıq. amma belə deyək də, hər dərsin əvvəli deyə bilmərik. Tədris ilinin əvvəli, Tədris ikinci yarım ilin ilinin, bəli. əvvəli, bölmənin əvvəli, bəzən bölmə sonlarında keçirmək olar. Sonra məktəbdən məktəbə, sinifdən sinifə keçəndə. Doğrudur müəllim. Yaxşı, diaqnostik qiymətləndirməni hansı üsullarla keçirə bilərik? Hmm, Yəni diaqnostik, yəni necə demək istəyirsiniz ki, test formasında bu şəkildə Bəli, soruşursunuz? bəli, soruşuram ki, hansı üsullarla keçirə bilərik? Müəllimə, şifahi də sorğu sualla da yoxlaya Bəli, bilərik. bəli, Test üsulu ilə də yoxlaya bilərik. Yəni qısa da belə çox vaxt Bəli. aparmayan şəkildə. Bu formada Düzdür. yoxlanış edə bilərik. Ay, sağ ol, düzdür, bəli. Xanım Əhmədova, formativi necə keçirə bilərik? Nə zaman keçiririk? Nəyi yoxlayırıq? Nəyi ölçürük? Formativ qiymətləndirmə ilin sonunda keçirilən qiymətləndirmə idi. İlin sonunda Bu yad formativi. onu yadımdansa belə diaqnostik adı bilirəm. İlin təzə dərs ilin əvvəlində olur. Oxumamısınız dərsi? Onu təkrarlamamışam, amma oxumuşdum bu yaxınlarda. Əsasən də, baxın, əsasən də düşəndə diaqnostik, formativ, summativdən düşür qiymətləndirmədən. İndi millidir, beynəlxalqdır, digərləri bəlkə düşər, bəlkə düşməz, o sual işarəsi altındadır. Amma bu üçü 100% düşür. Çünki məktəb daxil olduğuna görə 100% düşür. Formativ hər gün keçirilir. Bəli. Nə üçün keçiririk formativi hər gün? Biliklərini yoxlamaq üçün, bilik və bacarıqlarını Bilik və bacarığı, bəli, bəli. Mənimsəmə səviyyəsini, anlama səviyyəsini ölçmək üçün. Nə zaman ölçürük uşağın anlama səviyyəsini? Dərsin hansı mərhələsində? başında olar da, dərsin əvvəlində. Refleksiya da olur da, yəni dərsin sonunda ölçürük. Niyə belə zəifik bugün hamımız? Biz yəni bunu ilk dəfə keçmirik. Şu təkrar deyil bu. Bunu siz artıq su kimi bilməliydiniz. Nadirə İsmailova, siz deyəsən yeni qoşulmusunuz. Yəqin ki, yenisiniz. Fatimə xanım səsi aça bilmir və bugün qrup olaraq çox-çox zəifik. Yenə də deyirəm, niyə çox-çox? Çünki bu bizim ilk dərsimiz deyil. Siz artıq təkrar qrupusunuz. Təkrarda bu mövzular siz artıq su kimi bilməli idiniz. Mən belə başa düşdüm ki, yəni deyir sizi təkrarlamışıq. Belə təkrar olmur. Gedək indi testə görək, testdə nə edəcəksiniz? Müəllim, imtahan barəsində sizin nəsə məlumatınız var?
Yəni təsdiqləri yəqin baxmısınız da şəxsi səhifələrə. Bəli, Gəlib təsdiq. bəli. Əla. Xeyirli olsun. Hə, imtahan Sağ ol. barəsində inanırsınız, gündə bir şey deyirlər. Gah deyirlər bu gün ərzində cavabda, yəni tarixlər açıqlanacaq. Bu gün açılmasa, bəlkə birinci gün açılar. Belə bir söhbətlər var. Amma çox güman ki, uzadıblar da, deyirlər iyulun 17-si 23 arası. Amma Başa düşdüm. üzümüzə gələn həftə üçün düşünürəm ki, vaxtlar açılar ki, yəni hansı gün, harda olacaqsın imtahan. Müəllim, həmişə vaxtlar açıqlanandan nə qədər sonra başlayır imtahanlar? Yəni ola bilər ki, məsələn, vaxt açıqlansın, 4-5 gün sonra imtahan olsun. Bir həftə falan da ola bilər. Vaxt açıqlanır, hə 4-5 gün, bir həftə ərzində olur. Bəli. Müəllimə, Bəli. bəs bizdə necə olacaq? Uzadıla bir başqa peşə var məndən başqa? Mən Kütük ödənişi xanım, eləmək üçün bəli. sizdən başqa məncə bizim qruplarda hələ peşə yoxdur. Bilmirəm, siz nətər olacaq? Onda 15 gündən sonra mənə atacaqsınız da inşallah. Atacaq deməyin də, elə biraz pis çıxır. İndi bu elə imtahan falan olsun. Valla bizə olsa da bu il gördük ki, tətil yoxdur da. Çünki əslində indi imtahan olub bitməli idi ayın 8-nə kimi. Ondan sonra güya birazcıq tətil edəcəkdik. İmtahan uzandı. Artıq ayın 10-undan müsahibənin dərsləri başlayır. Ondan sonra da müsahibələr də avqustdadır. Ondan sonra da sentyabr dərslərimiz qruplar yığılır. Belə indi Onda yəni mən imtahan olsun, görək. bunların son imtahanına qədər onda mən də qoşularam. Görək sonra nə olar da. Bəli, bəli, inşallah, inşallah. İndi Aysu xanım, birinci sualı oxuyun. Hə, yaxşı müəllim. Aşağıdakı fikirlərindən biri məktəbə daxili qiymətləndirməyə aid deyil. Müəllim öz fəaliyyətinin effektivini təhlil etməsinə yardım edir. Şagirdlərin sosial bacarıqlarını daha dərin səviyyədə inkişaf etdirmək əsas məqsəddir. Müəllim öz gələcək fəaliyyətini planlaşdırmasına kömək edir. Şagird nailiyyətlərin izlənməsinə imkan yaradır. Şagirdin nə dərəcədə çatdığını ölçməyə imkan verir. Burada Məktəb daxili düzdür, E də qiymətləndirmələr hansı? düzdür, Aha. C də düzdür. B-dir. B-dir, bəli. Çünki B beynəlxalqdır. Tamam. İkinci sual oxusun, deməli, Elgin Mehdiyev. Qiymətləndirmə hansı halda şagird nailiyyətinə müsbət təsir etmir? Şagirdlərə fəaliyyəti barədə düzgün istiqamət verdikdə, şagirdin inkişafı davamlı izlənildikdə, mümkün qədər çox qiymətləndirmə meyarından istifadə edildikdə, şagird ehtiyaclarını qarşılamaq üçün təlimi tənzimlədikdə, qiymətləndirmə üçün dəqiq meyarlar müəyyənləşdirildikdə. Hansı halda şagird Burada müəllim C də ola bilər, D də ola bilər. Aha, son qərarınız. Mümkün qədər çox qiymətli. Məncə C olar müəllim. Bəli, D bəli. olar. Düzdür. Və çox meyar müəyyən edəndə şagird nailiyyəti niyə müsbət təsir eləsin ki? Doğrudur. Deməli, Flora xanım, 3-cü suala baxın. Müəllim, burada şagird ehtiyacını qarşılamaq deyir. Yəni ki, orada hər bir şagirdin elə ehtiyacı nəzərə alınır ki, dəqiq. Bəli, bəs differensial təlim odur da. Hər bir şagirdin ehtiyacı nəzərə alır ki, ehtiyac bilirsiniz nədir? Nəyi öyrənməyə ehtiyacı var? Harda çətinliyi var? Bax, harda çətinliyi var uşağın? Yəni orada zəifdir də, onu öyrənməyə ehtiyacı var. Hə, bax onları biz zaten formativ odur ki, şagirdin bilmədiyi şeyləri, nə bilim, ehtiyacını üzə çıxar və onun qarşıla, tələbatını ödə, yəni ki, istiqamət ver. Başa düşdüm mən. Flora xanım, 3-cü sual.
Afərin, yazdığın essenin quruluş və məzmun hissəsi kifayət qədər dolğundur. Durğu işarələrindəki səhvləri isə qaydanı nəzərdən keçirərək yenidən həll et. Verilmiş rəylə bağlı verilənlərdən hansı doğru deyil? Effektivdir, gələcəyə yönəlikdir, emosiyalara yönəlikdir, spesifikdir, həssaslıqla verilmiş rəydir. Burada emosiyaya aid heç nə yoxdur, çünki bu gələcəyə yönəlik bir rəydir və düşünürəm ki, xüsusilə vurğulayıb da müəllimə. Səhvlərini də göstərib, yaxşı yanlarını da qeyd edib. Yəni emosiyalara burada Sağ ol. aidiyyəti yoxdur. Bəli, Deyə olar. çox gözəl. Doğrudur, doğrudur. Dördüncü sualı oxusun, deməli, xanım Əhmədova. Qiymətləndirmənin uyğunluq prinsipi nəyi nəzərdə tutur? Qiymətləndirməni əvvəlcədən planlaşdıran bilik və bacarıqların ölçməsini, qiymətləndirmənin interaktiv metodlarla həyata keçirilməsi, qiymətləndirmə nəticəsindəki davamlılığı, qiymətləndirmənin şagirdlərin bilik səviyyəsinə uyğunluğu, şagird nailiyyəti barədə proqnozların müəyyənləşdirilməsi nəzərdə tutulur. Uyğun prinsip. Qiymətləndirmə adı uyğun. Bəli, yəni nəyə keçmisənsə, ona görə suallar hazırlamalısan və uşağı ona görə qiymətləndirməlisən. Doğrudur. Könül xanım, 5-ci sual. Bəli, müəllimə. Məktəbdaxili qiymətləndirmə. 9-cu sinifin sonunda şagirdlərin buraxılış imtahanları vasitəsilə qiymətləndirmədir. Fərqli siniflərdə müxtəlif fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə aparılan qiymətləndirmədir. Başqa ölkələrlə müqayisə bu deyil. Şagird nailiyyətinin izlənilməsi məqsədilə bu da deyil. Şagirdin məktəbəqədər fəaliyyətini bu da deyil. Qalır A-la B. Fərqli siniflərdə B-dir müəllimə. Könül xanım, bizdən məktəb daxili qiymətləndirməni soruşur. 9-cu sinif olur yekun, fərqli siniflərdə müxtəlif fənlər olur milli, başqa ölkələr beynəlxalq. D variantı formativdir və formativ məktəb daxilidir. E variantı da ki, məktəbdəki fəaliyyətini ölçən bu da millidir. Məktəb daxililər hansıdır? Diaqnostik, formativ, summativ. Bildim, müəllimə. Qarışdırdım. Aha. Tamam, sizdən sonra gəlir heç nə. Aysu xanım, 6-cı sual. Baxıram. Analitik rubrikə holistik rubrikin arasındakı fərq hansı cavabda doğru göstərilmişdir? Analitik rubrik şagird nailiyyətlərini ayrı-ayrı meyarlarla ölçdüyü halda, holistik rubrik fəaliyyəti bütün meyarlara əsasında eyni anda qiymətləndirilir. Analitik rubrik bütün meyarları eyni anda ümumi bir mühakimə əsasında qiymətləndirdiyi halda, holistik rubrik şagird nailiyyətlərini ayrı-ayrı meyarlarla ölçür. Analitik rubrik şagirdin yalnız sosial bacarıqlarını qiymətləndirdiyi halda, holistik rubrik akademik nailiyyətlərini qiymətləndirir. Analitik rubrik şagirdin akademik nailiyyətlərini qiymətləndirdiyi halda, holistik rubrik sosial bacarıqlarını qiymətləndirir. Analitik rubrik əsasən təlim nəticəsinə yönəlik qiymətləndirmə olduğu halda, holistik rubrik fəaliyyətdə yönəlik qiymətləndirmədir. Qaydı burada. B variantı. Aha. Amma B variantı analitik deyil, axı deyir, bütün meyarları eyni anda. Bu olur holistik. Bizdən deyir ki, analitik rubriklə holistik rubrikin arasındakı fərq hansı cavabda doğru göstərilir? Baxın, A-da nə deyir? Analitik rubrik şagird nailiyyətini ayrı-ayrı meyarlarla ölçür. Holistik isə bütün meyarlar əsnasında eyni anda qiymətləndirilir. Amma burada deyir ki, analitik rubrik meyarlar eyni anda, bu holistik. Burada yerin dəyişik yazıb da, bu holistik olmalıdır, bu analitik. Yəni cavab Qeyd edirəm A-dır. onu. Bəli, qeyd edir. Analizdə, yəni hissələri parçalamaq, ayırmaq. Elgin müəllim, 7-ci sual. Fikri tamamlayın. Analitik rubrik nailiyyəti
Hər bir Özüm meyara bilirəm. görə ayrı-ayrılıqda qiymətləndirir. Bir düzdür müəllim. Sonra bir neçə meyarı bir anda qiymət şagirdə cəlb etmək üçün əsas vasitələr zaman effektiv üsul seçimini müəyyənləşdirir. Öyrənmə prosesinin effektiv baş tutmasına xidmət. 1 ilə 5 olur da müəllim. Əla, cavab 1-5-dir. Bax, bir neçə meyarı eyni anda deyirsə, bu holistikdir. Bəli. Holistik. Bu ümumiyyətlə cəlb etmək üçün qiymətləndirmədən istifadə etmirik. Dərs zamanı effektiv üsul seçimini müəyyənləşdirir. Bu da analitikə aid deyil. Yəni səhvdir bunlar. 1-5 A variantı düzdür. Daha sonra Flora xanım 8-ci suala baxaq. Məktəb daxili qiymətləndirməyə aid deyil. Şagirdlərin bilik və bacarıq maraq dairəsinin ilkin qiymətləndirilməsi. Bu diaqnostikdir də. Məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərin izlənilməsi. Bu da diaqnostikdir müəllimə. Məzmun standartları. Bir hərfi var idisə nə olurdu? Formativ olurdu. Ay, sağ ol. İ formativ idi. Bəli. Məzmun standartlarının mənimsənilməsi ilə bağlı şagirdlərin əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədi ilə aparılması. Artıq Summativdir də bu. nailiyyət müəyyən olunur. Nailiyyət Bəli, varsa summativdir. summativdir. Bəli. Müxtəlif siniflərdə müəyyən fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə aparılması. Bu olacaq müəllimə elə. Ay, sağ ol. Bu nə olur onda? Bu beynəlxalq imtahanlar idi. Nə idi o Teams var Milli, idi, Pisa milli. onlardır. Milli. Milli. Bəli. Burada da şagird səviyyəsində irəliyə aparmaq. Və fəaliyyətin nəticəsini dəyərləndirmək məqsədi ilə aparılması. Bu fəaliyyətin nəticəsini dəyərləndirmək məqsədi ilə aparılması. Formativdir müəllimə bu. Sağ ol. Fəaliyyət nədir? Bugün gördüyü iş, tapşırıq, məsələ, misal, şeir, hər nədirsə, onun nəticəsini dəyərləndirmək isə formativdir. Bəli. Və bunların hamısı da aiddir məktəb daxilinə, bir də milli məktəb daxili deyil. Tamam, xanım Əhmədova 9-a baxın. Rubriklə bağlı verilənlərdən biri yanlışdır. Analitik rubrik fəaliyyəti ayrı-ayrı meyarlar üzərinə qiymətləndirilən rubrikdir. Düzdür. Rubrik ümumi və tapşırığa əsaslanan olur. Rubrikin əsas hissələrindən biri meyarlardır. Rubriklərdə keyfiyyət səviyyəsi öz əksini tapmalıdır. Tapşırığa əsaslanan rubriki il ərzində müxtəlif tapşırıqlarda istifadə etmək olar. Tam əmin deyiləm, 7. Bəli, cavab 7. Çünki deyir tapşırığa əsaslanan. Adından məlumdur da. Bu əgər tapşırığa əsaslanırsa, mən il ərzində müxtəlif tapşırıqlarda bunu necə istifadə edib? Bu tapşırıqdan tapşırığa dəyişəcək. Ona görə E səhvdir. Getdik. 10-cu sualı oxusun Könül xanım. Formativ qiymətləndirmə barədə hansı fikir yanlışdır? Formativ qiymətləndirmə şagirdin şifahi yaxud yazılı cavab alma prosesi ilə gedə bilər. Düzdür. Öyrənməni təmin etmək üçün müəyyən bir zamanda şagirdin bilikləri və bacarıqlarının istiqamətləndirməyə yönəlmiş qiymətləndirmədir. Yanlışı soruşur da bizdə. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığının güclü və zəif cəhətlərini çıxarıb onu istiqamətləndirməcəkdir müəllimə? Formativ qiymətləndirmə, bəli, şagirdin bilik və bacarığındakı gücü və zəif cəhətləri üzə çıxarıb onu istiqamətləndirir. Düzdür də, istiqamət verir. Zaten formativin işi odur da. O diaqnostik kimi götürdüm. Mən əvvəldən güclü zəif Diaqnostikdə bəli, gücü zəif tərəflər üzə çıxarır, amma diaqnostikdə istiqamət vermir ki, o formativdə olur. Bəli, cavab deyil, müəllimə. Yox, deyil. Şagird nəyi öyrənməlidir bugün? Hal-hazırda şagird hansı səviyyədədir və hədəf nədir? Bugünkü dərsin məqsədi, təlim nəticəsi. Bu da formativdir. Y'yə baxaq, formativ qiymətləndirmə planlaşdırılmış şəkildə və həmişə müəllim tərəfindən aparılmalı deyil də, yəni qarşılıqlı olmalıdır. Yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə, bəli. Y variantı səhv idi. 11-ci sual oxusun Aysu xanım.
Formativ qiymətləndirməyə aid deyil. Gündəlik planlaşmanın tərkib hissəsidir. Bu düzdür. Özünü qiymətləndirmə üsulundan istifadə etmək olar. Şagirdlərə inkişaf üçün yol göstərir. Şagirdi məzmun standartına nə dərəcədə yiyələndiyini ölçür. Budur da, burada summativ olmalıdır. Bəli, düzdür. Budur. Məzmun Hı -hı. standartına nə dərəcədə yiyələndiyini. Getdik. Elgin müəllim 12. Effektiv əks əlaqə nədir? Şagird fəaliyyətini nəzarətdə saxlayan mexanizmdir. Şagird nailiyyətinin yekun təsviridir. Şagirdin inkişafına istiqamət verən prosesdir. Şagirdin davranışını tənzimləyən haldır. Şagirdin dərsə cəlb olunmasını ölçən faktordur. Burada müəllim C variantıdır. Əla, bəli, C variantı düzdür. 13-cü sual baxsın Flora xanım. Aşağıda qeyd olunanlardan hansı formativ qiymətləndirməyə aid deyil? Sinifdəki şagirdlərin inkişaf dinamikasını izləməyə imkan verir. Bu diaqnostik də ola bilər müəllimə. Bu diaqnostika daha çox aid olardı. Bəs bizim bir dənə i hərflərimiz var. İnkişaf, izləmək. Müəllimə summativ olacaqdı onda. Niyə Oydu. summativ? Yox, i hərfi formativin açar sözü idi. Açar hərfi idi. İzləmək, inkişaf etdirmək, irəliyə aparmaq. Yaxşı müəllim, onda o birisilərə baxaq. Təlim proqramına dəyişiklik etmək ehtiyacını üzə çıxarmağa kömək edir. Bəli, formativ bunu edir. Sonra məqsəd yönlü şəkildə aparılır və öyrənmə üçün aydın təsvir yaradır. Bu da formativə aiddir. Təsvir çıxarır da, düzdür. Şagird nailiyyəti hər gün kəmiyyətlə ifadə olunmuş qiymətdə əks olunur. Hər gün əks olunmur, daxı, yəni bu formativə aid deyil. Yox, Bu- formativ hər gün olur. Hər gün olur, Hər gün amma olurdu. kəmiyyətlə olur. Kəmiyyət rəqəmdir də, yəni 3, 4, 5. Formativdə yəni kəmiyyət yoxdur, keyfiyyət var. Bəs orada necə qeyd edirik müəllimə? Məsəl üçün kəmiyyəti bildirmirsə, bəs necə yazırıq da Keyfiyyəti. tutalım bugünkü fəaliyyətini? Meyarla, yəni cümlə şəklində. Məsələn, şeiri öz sözləri ilə qismən şərh edir, yəni 4 aldı. Şagirdin, başa düşdüm. Şagirdin özünü qiymətləndirməyə və müstəqil şəkildə öyrənməyə həvəsləndirir. Bu da doğrudur. aiddir, Bəli. Bu da aiddir. Onda D olacaq da müəllimə elə D Bəli. düzəlmədi. Bəli. Deməli, xanım Əhmədova 14-cü suala baxaq. Verilmiş problemi həll edərkən addım-addım irəliləyib hər mərhələni dəqiq işləmisən. Nəticədə məndə fəaliyyət haqda aydın şəkildə fikir formalaşır. Problemin həllini hansı mənbələrdə istinad edildiyini əks etdirən ədəbiyyat siyahısı təqdim etsən, məqsədə uyğun olan bu nəticəni etibarlılığını artıracaq. Müəllimin məqsədi ilə bağlı hansı fikir yanlışdır? Müəllim rəyi şagirdin diqqətini məqsədə çatarkən atdığı addımlara çəkir. Müəllim rəyi şagirdin uğurlu tərəflərini, onun diqqətini dəqiq şəkildə çatdırır. Müəllim rəyi şagirdin problemini həll prosesini effektiv şəkildə təsdiq edir. Müəllim şagirdlə qurduğu əks əlaqə onun işini daha da təkmilləşdirməyə yönəlir. Burada yanlış istəyir. Müəllim rəyi şagirdin araşdırmasını, əhəmiyyətini və dərinliyini artırmağa yönəlir. Heç bir adı hamısı düz kimi gəlir. Düz deyil. Biraz diqqətli olsaq, hamısı düz deyil. Bizə deyir ki, sualda nə deyir? Müəllimin məqsədi ilə bağlı. Müəllim orada deyir ki, problemin həllində hansı mənbələrə istinad etdiyini əks etdirən ədəbiyyat siyahısını göstərsən, məqsədə uyğun olar. Müəllimin də məqsədini istəyir də bizdən. Uşaqdan nə istəyir? Ədəbiyyat siyahısını təqdim etsən. Burada nə deyir? Eydə deyir, müəllimin rəyi şagirdin araşdırmasının əhatəliliyini və dərinliyini artırmağa yönəlib. Müəllim bəyəm uşağa getdi dedi ki, get araşdırmanı daha əhatəli və dərin elə. Elə bir şey deməyib ki, müəllim deyib ki, siyahı gətir. Yanlışdır.
Könül xanım 15. Aşağıda verilmiş bu fəaliyyət növlərindən hansı müəllimin cari dövr üçün fəaliyyətini effektiv şəkildə planlaşdırmağa imkan verir? İllik təlim nəticələrinin effektivliyinin təhlil edilməsi, diaqnostik qiymətləndirilmə aparılması, müxtəlif qiymətləndirmə vasitələrdən agah olması, milli qiymətləndirmənin tələblərindən xəbərdar olması, qiymətləndirmənin prinsiplərə uyğun aparılması. Hansı müəllimin cari dövr üçün fəaliyyətini effektiv şəkildə artırmağa imkan verir? Eydi müəllimə. Yox. Deyək, Evdə prinsiplərdən söhbət gedir. O formativə aiddir. Amma mən hələ işimi planlaşdıracamsa cari dövr üçün, bu hansı qiymətləndirmə olur? diaqnostik. Ay, sağ ol, bəli. Bu Yəni gün mən B onu variantı. qışqırdım. B variantı. Deməli, Aysu xanım 16-cı sual. Formal müşahidəyə aiddir. Müşahidə zamanı istifadə ediləcək meyarlar əvvəlcədən müəyyənləşdirilir. Planlaşdırılmamış müşahidə formasıdır. Müşahidə ediləcək şagirdlər dərs zamanı müəyyənləşdirir. Nəticəsi summativ qiymətləndirmədə öz əksini tapır. Tədris zamanı anidən reallaşa bilən prosesdir. Adı burada Ay, sağ ol, bəli. Bəli, demək bəli. lazımdır. Düzdür. Deməli, Elgin müəllim 17-ci sual. Diaqnostik qiymətləndirmə ilə bağlı verilənlərdən biri yanlışdır. Müəllim şagirdlərin mövzu ilə bağlı nəyi bilib-bilmədiklərini müəyyənləşdirə bilir. Müəllim şagirdlərin təlim nailiyyətlərini necə inkişaf etdirəcəyinə təsir edir. Diaqnostik qiymətləndirmədə müxtəlif üsullardan istifadə etməklə aparıla bilər. Şagirdin təlim nailiyyətlərindəki irəliləyişlərin izlənilməsini təmin edir. Təlimin diferensiallaşması D variantıdır müəllim. Deməli, D variantı. Şagird təlim nailiyyətindəki irəliləyiş. Bəs nəyə aiddir bu D? D formativdir müəllim. Ay, sağ ol, bəli. İ hərfini gördüksə formativdir. Düzdür. 18-ci sualı oxusun Flora xanım. Müəllim, sualı